Fun fact, Kansas is literally flatter than a pancake. Əyləncəli fakt. Kansas sözün əsl mənasında pankekdən də yastıdır. Ay dədə, bu sözü hər eşidəndə həmin ərəb yadıma düşür. Literally. 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 Mən də bu sözü deyə bilmirəm. Tələffüzü çətindir, elə bir yanıltmazdır. Sözü deyəndə başqa sözə oxşuyur. Məncə çox insan bu ingiliscə sözü tələffüz edə bilmir. Kansas yəqin ki, çox yastıymış. Yeməyə oxşadıblar. While driving through the Midwest, 3 researchers, remembering the old saying, thought, is Kansas really flatter than a pancake? 3 tədqiqatçı Orta Qərbdən keçərkən köhnə deyimi xatırlayıblar və həqiqətən Kansas pankekdən də yastıdırmı deyə düşünüblər. Maraq. Baxın, insanın başına nə gəlirsə maraqdan gəlir deyiblər. O niyə sözü ağlına gəldisə qutardı. Artıq səbəbini tapana qədər 7-24 bu fikirdən yaşayacaqsan. Bəzən videolar qabağıma çıxır. İnsanlar mağaralarda, hər hansı yerlərdə ilişib qalırlar. Səbəbi nədir? Maraq. Görəsən içəridə nə var? Deyə düşünürlər, axırda vəziyyət qarışır. Maraq motivasiya edicidir, amma gərək diqqətli olasan.